Bugün o planlar var ki, Cənubi Qafqazı Ukraynalaşdırmaq senarisi və Paşinyanla deməli Zelenski arasında paralellər aparmaq bir tendensiyası və oxşar senariylə Cənubi Qafqaza transformasiyası. Bunlar hamısı var və belə proyektlərdən imtina edilməyib. Sadəcə Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, müdürlük siyasəti həmin o planları alt-üst edib. Alt-üst edib. Bilirsiniz, bu həqiqətdir və sizə verilişinizdə bir şey də söyleyeyim. Baş vermiş hadisənin miqyası o qədər böyükdür. O qədər böyükdür. İnanın ki, biz hələ tam sona qədər mahiyyətini dərk eləmirik. İllər keçsin, qərinələr keçsin, gələcək nəsillər daha dərindən dərk edəcəklər ki, ilahi, bu dövrdə 2020-də nə baş vermişdi? Hansı səviyyəli, hansı nəhəng, bənzərsiz bir hadisələr baş verir və mümkün olmayanı bugünkü bu xaotik dünyada, beynəlxalq hüququn işləmədiyi bir dünyada, böyük güclərin öz strateji maraqlarının təzyiq altında həyata keçirdiyi bir reallıqda Azərbaycan Prezidenti, elə də böyük olmayan bir dövlətin rəhbəri qlobal lider statusuna qalxıb, müxtəlif güc mərkəzləri ilə deməli, elə bir siyasət həyata keçirib ki, bizim o haqq işimizə qarşı onlar nə qədər maneələr yaratsa da, öz niyyətlərinə çatmayıblar və ərazi bütövlüyümüzü təmin edib, suverenliyimizi təmin edib və bayrağımız bu günlər bütün ərazilərimizdə dalğalanır və həm də ki, heç kimdən asılı deyil və öz maliyyə imkanlarımız hesabına Qarabağın və Şərqi Zəngəzurun bərpasını da həyata keçirir. İndi bax, biz 2025-ci ilin büdcəsində parlamentdə daha 4 milyard manat vəsait ayırdıq. Ondan qabaq 2021-ci ildən 2024-cü sonuna qədər 19 milyard manat vəsait ayırmışdıq. Üstəgəldə bir 8.4 milyard manat da hərbi məqsədlər üçün. Üstəgəldə 9.6 milyard, bizim büdcəmizin 9.6%-i Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Bu reallıqda bizim 41.4 milyard manatlıq büdcə xərclərimiz var. Onun 38.9%, az qala 40%-i sosial yönümlüdür. 14.7 milyard manat. Bütün bu reallıqlar fonunda Azərbaycan dövlətinin atdığı addımlara baxın və vəsaitin xərclənməsinə baxın. Hansı istiqamət? Fikir verin, əhalinin rifahı, veya dediyim rəqəm 38.9%, əhalinin təhlükəsizliyi 8.4 milyard manat dediyim və 9.6%-də Qarabağ və Şərqi Zəngəzurun bərpası. Büdcənin əsas hissəsini bunlar götürdü. Bax, bu siyasəti xalq görür və dəstəkləyir.